İnsanlarımızın biz bilirik ki en çok sevdiği nedir? Üz gözəlliyi. Üz dərisini gözəlləşdirmək üçün gördüğünüz bu məlhəm arı südü kremidir. Arı südü kremi üzdə olan civzələri aradan qaldırır, üz dərisinin qırışlarını götürür, civzələri təmizləyir, ləkələri təmizləyir və artıq bizim izləyicilərimizə çox yaxşı tanışdı və üz dərisini gözəlləşdirmək üçün geniş şəkildə istifadə edirlər. Digər bir məlhəmi isə miqrendə baş ağrısında istifadə olunur. Ağrıyan zaman alın nahiyəsinə və boyun nahiyəsinə çəkirsən və baş ağrısından, hətta oynaq ağrılarında da çox gözəl effekt verir, azad olursa. Başqa bir məlhəmimiz bizim sədəf xəstəliyində, dəmirov xəstəliyində istifadə olunur. Dəridə olan səpkiləri aradan qaldırır, kəpəyi təmizləyir, yaraları sağaldır. Başqa bir mərcunumuz bizim qaraciyəri təmizləyir, ödqovucu təsiri var, qanın faizini artırır, prostat vəzinin fəaliyyətini gücləndirir və cinsi gücü artırır. Digər bir məlhəmimiz də damar xəstəliklərində çox gözəl effekt verir. Eyni zamanda oynaq xəstəliklərində də iltihabı götürür və ağrını azaldır.